Hoş gördük aziz tamaşaçılar. Biz bağlanmışıq Şamaxı Olimpiya İdman Kompleksine. Bugün burada artık Şimal Şaxtaq Qusar oyununun ikinci hissəsinə bağlanmışıq. Mikrofon arkasında da mənəm, Dəmirov Hüseyin Ağa. Birinci hissədə hesab açılmadı, 0-0. Birazdan baş məşqçiləri də təqdim edəcəm. Top yani meydanı tərkələri. Out. Şaxtaq Qusarın da görək. Elnur Bayramov yoxsa Elnur Abdullayev mərhələni hansı komanda keçəcək? Bugün Elnurların günüdür. 2 dənə Elnur baş məşqçini bir-birlerine karşı oynuyorlar. Oyunda artık 46. dakika başlayıp hesap 0-0'dı. Qayda paslıp Şimalın futbolçusuna karşı Azərbaycan Kubokunun ikinci təsrifat mərhələsinin oyunudur. Görək hansı komanda hesabı açacaq, elə Qəbələ Mingəçevir görüşünə də baxacaqsınız bizim kanal vasitəsilə. Qırx səkkizinci dəqiqə artıq başlayıb hesab 0-0'dır. Mikrofon arkasında da mənəm, Dəmirov Hüseyin Ağa. Və qapçı yerindədir, bravo. Şaxtaq Qusarın golkiperi Orxan Sadıqlı. Balıqçı Orxan Sadıqlı Mingəçevirin golkiperidir. Yəni bunun adını bilmədiyimdən üzüldü sayın. Bir pas. Dokuzuncu dəqiqə gedir. Şaxtaq Qusar pressing edir. Bir pas. Artık görək bu cütün qalibində hansı komanda Torontovuzun rəqibi olacaq? Belə ki 0-0'da ama oyunun artık 2'de 1 hissəsi geride kalmak üzere.
Lafaz. Artık aynen 2'de 1 hissesi geride kalmak üzere. Aha. Ve top meydanın yanından geçir ve kapıdan zərbe. Bu arada bu oyundan sonra biz Qəbələ şəhər stadionuna bağlanacağıq. Və top yenə də qapının yanından keçir. Şimal komandası təzyiqi artırıb 51-ci dəqiqə gedir. Üçüncüdən zərbə ilə oyun davam edir. Ala bir pas. Aha. Şimdi Xaçmazsan Selçisi pressing geliyordu ama top meydanı terk edir. Alt şokta dışarındı. Hesap 0-0'dı. Aha! Qopçu yerində, bravo! Növbəti küncdən zərbə olacaq. Siz də bizim kanalımıza abunə olun ki, gələn həftə Quba Şirvan oyununu izləmək şansımız olsun. Pas və 52-ci dəqiqə gedir. Ona görə sürətli gedir ki, mənim də dilim topuq vurmağa nail olub. Bir pas. İkinci dəqiqədir, out. Şaxtaq qusarındı. Pressing. Heç nə alınmadı. Allah! Yerdə qalan oyuncu var. Qonaq meydan sahiblərinin heyətində. Mən də sizə baş məşqçiləri yenidən təqdim edeyim. Deməli, Şimal komandasının baş məşqçisi İlnur Bayramov. Şaxtaq Qusarın baş məşqçisi isə İlnur Abdullayev. Mikrofon arxasında da mənəm Demirov Hüseyin ağa. Deyəsən bu oyun ged-gedə uzanacaq, çünki belə görsənir ki, bizi əlavə vaxtlar da gözləyəcək bu oyunda. Beşinci dəqiqə gedir.
Artıq oyunun 2də 1 hissəsi geridə qalmaq üzrədir. Azərbaycan Kubokunun ikinci təsrifat mərhələsinin oyunudur. Pas. Ve top meydanı terk edip Künç'ten zərbə. Elnur Abdullayev'i görürsünüz. Hesab hələ də 0-0'dır. Şimdi Şimal'ın əks-hücumu başlayır. Əla bir pas. Düremli gedir Şimal komandası. Görək Turantovuz komandasının rəqibi kim olacaq? Əla bir pas. Elliyetinci dəqiqə gedir. Artıq oyunun 2də 1 hissəsi geridə qalmaq üzrədir. Şimdi Elnur Abdullayev'in komandası təzyiq göstərir, amma top meydanı tərk edir. Out. Şaxtaş Quşar üçündür. Azərbaycan Kubokunun nəbzini bizim kanaldan çıxan, çünki birinci mərhələnin və ikinci mərhələnin oyunları bizim kanalda təqdim olunur sizlər üçün. Və oyundan kənar vəziyyət. Siz də bizim kanalımıza abunə olun ki, həm bu oyuna, həm də Qəbələ Mingəçevir, həm də Quba Şirvan oyununa rahatlıqla baxa bilərsiniz. Sekizinci dəqiqə gedir. Yerdə qalan oyuncular. Qusar təmsilçisinin futbolçusu yerdə qalıb. Artıq oyunun 2də 1 hissəsini geridə qoyduq, amma hələ də oyunda hesab açılmayıb. Mikrofon arxasında da mənəm, Demirov, Hüseyin Ağa. Ve qayda pas oldu. Görək hakimin dilinin nə eləyəcək burada. Oyunu qədər sürətli gedir ki, mən az danışıram ki, yəni oyunun tempini tutabilirim. O qədər oyun sürətli gedir ki, arada bir mən də çatmalı oluram. İndi sərbəst atışla qonaqlar topu özlərində saxlamağa çalışırlar. Blok. Ala bir pas.
Aha, oyundan kenar vəziyyət. Artıq oyunun 3'te 1 hissəsinə doğru gedirik. Və qayda pozulub. Yalla bir pas. Aha, qopçu. Bravo. Offside'de oyundan kenar vəziyyət. Görək Şimal Şaxtaq Qusar görüşündə Torontovuzun rəqibi kim olacaq? Yalla bir pas. Pressing. Ve top meydanı terk edir. Out Şaxtaq Qusarındır. Şimdi pressing olunur. Altın 3. dəqiqə artıq gedir. Və indi Qusar təmsilçisi hesab aça bilərdi, amma heç nə alınmadı. Oy. Və dəyişiklik 3 numaralı oyuncu çıxır, 19 numaralı oyuncu girir. Meydan sahibi Şimal komandasının heyətində dəyişiklik olur. Görək Torontovuz komandasının rəqibi kim olacaq? Hələlik ki 2-ci təsrifat mərhələdə Torontovuzun rəqibləri asan rəqiblərdir. Torontovuz komandasının 63-cü dəqiqə gedir. Azərbaycan Kubokunun 2-ci təsrifat mərhələsindəyik. Yalla pas. Və qopçu yerindədir yəni, buna da və künçdən zərbə ilə oyun davam edir. 64-cü dəqiqə Xaçmaz təmsilçisi korner vuracaq. Və qopçu yerindədir. Bravo. Siz de yerleri gönderin. Bravo. Ve out Şimal komandasınındır.
pressing ve qayda pozdur. Yerdə qalan meydan sahiblərinin futbolçusu var və cərmə zərbəsi deyəsən vuracaq Şimal. Baş məşqçilərə təqdim edeyim deməli. Şimal komandasının baş məşqçisi Elnur Bayramov. Şaxtaq Qusarın baş məşqçisi isə Elnur Abdullayev. Bugün Elnurların günüdür. Görək hansı Elnur Turantovuzun rəqibi olacaq. Ya Elnur Bayramov ya da Elnur Abdullayev. Ala pas. Şaxtaq Qusar görənəcək ama top meydana tərk edir. Out Şaxtaq Qusar üçün. Artıq oyunun 66-cı dəqiqəsi gedir. Oyunun 3'te 1 hissəsini geridə qoyduq. Və yerdə qalan qonaq komandanın heyətində futbolçu var. Şaxtaq Qusarın heyətində futbolçu yerdə qalıb. 67-ci dəqiqə gedir. Out. Şimal komandasının pressing. Top meydanı terk edir. Aha, qayda pozdur. Top meydanda da Şimal komandası indi təzyiqi artırıb. Hücum davam edir hələ ki. Ala bir pas. 68-ci dəqiqə gedir və xəbərdarlıq alınır deyəsən. Şaxtaq Qusarın futbolçusu xəbərdarlıq aldı. Düzdür, sarı ver. Aha, sarı verəyə. Oy 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 oy, sarı verəylər havada düşür. Artıq oyunun 3'te 1 hissəsi yekunlaşmaya doğru gedir. Azərbaycan Kubokunun ikinci təsrifat mərhələsinin oyunudur. Elnur Abdullayev neynəyəcək, amma Şimal komandası da Turantovuzun rəqibi ola bilər. Ala bir pas. Döşək bir zərbə və top qapının yanından keçir və künçdən zərbə. Yerdə qalan oyuncu var. Yerdə qalan oyuncu var.
Artıq oyunun 1/4 hissəsindəyik. Hesab hələ də açılmayıb. 0-0'dır. Kings'ten zərbə devam edir. Top direğe değdi. Geçmiş birinci dəqiqə yedir. Bir pas. Aha, pas versə aladı. Out değil, qapıdan zərbə. 72-ci dəqiqə başlayır. Deyəsən artıq ikinci hissədə hesab açıla bilər. Aha! Və qapıçı yerində deyil. Yerdə qalan oyunçu var Qusarın heyətində. Ama ayağa durur. 72-ci dəqiqə yedir. Etnalan var yeniden 73-cü dəqiqə başlayır. Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində və qayda pozulub. Sarı vuruyor. Wow. Artıq Qusarın futbolçuları sarı vərəyi almaqla sarı vərəy limitlərini doldururlar. Hesab 0-0'dır. Şaxtaq Şimal Şaxtaq Qusar görüşündə. Deyəsən dəyişiklik olacaq. Futbolçu yaxşıdır. Mikrofon arxasında da mənəm Demirov Hüseyin Ağa. Azərbaycan futbolunun nəbzini bizimlə tutun, çünki biz aşağı liqaların bütün oyunlarını təqdim eləməyə çalışırıq. Bütün oyunlarını da təqdim eləməsəydi, amma bir iki oyunları, 4 oyunu təqdim eləməyə çalışıram. Pressing. Gol. Gol. Top. Aha və blok. Out. Dəyişiklik. 77 nömrəli oyuncu çıxır. 8 nömrəli oyuncu girir. Belə getsə əlavə vaxtı
əlavə vaxta doğru addımlayırıq. Oyunun da 75-ci dəqiqəsi gedir. Blok aladır. Aha, oyuna kadar süratli gelir ki benim de dilim topuk vurur ve out kaçmaz temsilcisinindir. 76. dəqiqə gedir. Oyunun artıq 4'te 1 hissəsi də yekunlaşıb, amma hələ də oyunda gol sükutunu pozan yoxdur. Topuçu, sen nedirsən bugün? Aman Tanrım, aman Allah'ım, biz ne izləyirik? Hələ ki Toronto'muzun rəqibi bilinmir, yəni hansı komanda olacaq, hesab 0-0'dır. Və künçdən zərbə ilə oyun davam edir. Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsinin oyunudur. Və hələ ki gol səsi yoxdur və qapıdan zərbə. Şaxtaq Qusarın baş məşqçisi Elnur Abdullayev Şimal komandasının baş məşqçisi Elnur Bayramov 77. dəqiqə gedir. Artıq oyunun sonları da artıq 5'te 1 hissəyə keçid alırıq. Out Şaxtaq Qusarın da bir-birini zədələyə bilərdi belə vəziyyətdə. Əla pas. Aha. Allah, indi Şimal komandası əks hücuma gedirdi, amma heç nə alınmadı. Allah, topla hələ keçdi. Oy. Top. Heyf. Vallahi heyf, billahi heyf. Şimal'ın əks hücumu devam edir. Out. Şimal komandasınındır. İndi vəziyyət necədir indi? Şaxtaq Qusar. Sərbəst atışla topu oyuna daxil elədi. Aha! Heç nə alınmır belə vəziyyətdə. Ala bir pas. Out. Şaxtaq Qusarın da Şimal komandasının da baş məşqçisi Elnur Bayramov.
Bayaq yadımdan çıkabilir ona göre. Şimalın da başına etkisini hatırlattım. Hele ki devam edirik. Ve Künç'ten zərbə. Artıq oyunun sonları da asta deyəsən əlavə vaxta doğru gedirik. Və top qapının yanından keçir və qapıdan zərbə.